Fərqli ölkələrdə təhsil almağım bu məni şəxsiyyət olaraq formalaşdırıb. Bəzən elə olur ki, data yoxdur. Bəzən də problem ondan ibarət olur ki, data çoxdur. Uğurlu olmadığını düşünmürəm. Sadəcə ilkin mərhələlərdəyik. Mən hər zaman bunu deyirəm, hər yerdə bunu deyirəm. Marketinq olduğunu hiss etdirməməlidir. Orijinal qalmaq lazımdır. Öz dilimizi, öz mövqeyimizi saxlamaq lazımdır. Nərmin xanım, salam, xoş gəlmisiniz bizim bugünkü podkastımıza. Siz bizim podkastın ilk xanım qonağısınız. Biz çox sevinirik ki, siz bizim dəvətimizi qəbul etmisiniz. Mən ilk əvvəl bilmək istəyərdim ki, Nərmin Fərizəliyeva kimdir? Sizin peşəkar təcrübəniz necə inkişaf edir? Çox sağ olun dəvətiniz üçün. Burada olmaq çox xoşdur, vətəndə olmaq çox xoşdur. Vətəndə bir podkastın qonağı da olmaq daha xoş hisslər bəxş edir. Nərmin kimdir? Qısaca Nərmini təsvir etsəm, Nərmin xaosu sevən biridir. Nizam-intizamdan uzaq duran, bəlkə də bir çoxlarının sevmədiyi bir cümlə olacaq, amma nizam-intizamdan uzaq duran, xaosu sevən, strukturu sevməyən, strukturdan hər zaman qaçan, o bir atalar misal var, harda aş orada baş, harda xaos var, Nərmin oradadır. Xaosu sevirəm, xaos içində struktur yaratmağı sevirəm, bir şeyləri yaratmağı, məhsul yaratmağı, marka yaratmağı, onları sevirəm. Hobi olaraq peşəkar olmasa da yemək bişirməyi çox sevirəm. Hətta bəzən peşəkar aşpaz olmağı da düşünürəm. Məncə elə həyat fəlsəfəm də budur. Sobada bir yemək olur, suda bir şey qaynayır, bir şeyi bişirirsiniz, amma ortaya bir ləzzət çıxır, bir harmoniya çıxır. Bu xaosun içindən bu harmoniyanı yaratmağı çox sevirəm. Başqa da Qarabağ futbol klubu fanatıyam. Buradan onlara arzu edirəm, uğurlar arzu edirəm. Hamımız fanatıyıq, ürəyimiz bir döyünür hamımızın. Belə. Amazonda dünyanın ən böyük şirkətlərindən birində rəhbər vəzifələrdə çalışırsınız. Bu vaxta qədər keçdiyiniz yol necə olub? Yəni sizin bu yolu keçərkən istifadə etdiyiniz hər hansı innovasiya və texnologiyalar hansı olub? Sizin karyeranızda bu qırılma nöqtəsi deyirlər, bəzi dönüş nöqtəsi deyirlər. Dediyiniz texnologiyalar ki, sizə təsir edən, sizin həyatınızda rol oynayan hansılar olub ki, real olaraq demisiniz ki, bu trend sizə ciddi şəkildə təsir edib. Sizə birbaşa və yaxud da karyeranızda? Transformasiya nöqtəsi təbii ki, ilk olaraq təhsildən başlayıb. Fərqli ölkələrdə təhsil almağım bu məni şəxsiyyət olaraq formalaşdırıb. Bu təbii ki, çox önəmli dönüm nöqtəsi idi mənim üçün. Karyeraya gəldikdə isə dediyim kimi, ilk əvvəl vurğuladığım kimi xaosu sevdiyim üçün startup culture mənim üçün çox uyğun bir sahə idi. Xaotik olması, qərarların tez verilməsi. Burada mənə kömək olan məsələlərdən biri startupda risk alma mədəniyyəti digər şirkətlərlə müqayisədə daha yüksəkdir. Risk almağı sevirəm. O adrenalin hissi, müəyyən olmayan bir şeylərə əl atmaq, onları başlatmaq, bu hisslər məni doğrudan da inspire edir. Bu formalaşdırıb məni. Texnologiyalara gəldikdə isə düşünürəm, təhsilim finans olub, lakin illər boyu marketinq vəzifələrində çalışmışam. Marketinqdə kreativlik, o xəyal etmə duyğusu çox yüksəkdir. Texnologiyalar hal-hazırda təbii ki, süni intellekt bizim həyatımızdadır. Süni intellekt və personalization Amazonun ən güclü tərəflərindən biridir. Personalization bizim bu transformasiya dönəmimizdə çox kömək olur. Hal-hazırda belə ən güclü yönlərimizdən biridir. Müştəri
journey-ni necə daha personalized, onun dilində necə daha onun dilinə necə uyğunlaşa bilərik, onun dilində necə daha ona yaxın danışa bilərik. Bunları müəyyən etməyə çalışırıq və personalization, hətta hyper personalization deyirik bəzən buna. Bu bizim üçün çox önəmlidir. Bu da həm mənim sevdiyim işlərdən biridir. Çünki marketinqdə yeni həllər tapmaq, müştərinin shopping journey-ni asanlaşdırmaq, kreativ həll tapmaq, bunlar təbii ki, əsas amillərdən biridir. Bunlar da elə üst-üstə düşdüyü üçün özümü hal-hazırda yaxşı bir yerdə hiss eləyirəm. Hətta indi də Black Friday vaxtıdır deyə sizin o sevdiyiniz xaos dönəmidir deməli. Ən sevdiyim dönəmdir. 12 gün ərzində yatmadan, yemədən, içmədən ailəm bundan çox əziyyət çəkir. Məni görmürlər demək olar ki. Black Friday dönəmində bəli, ən ağır dönəmlərimizdən biridir. Amazonun Avropa segmenti üzrə fəaliyyət göstərirsiniz. Bu regionda biraz regulyasiyalar, təhlükəsizlik məsələləri çox ciddi qorunur digər regionlara nisbətən. Biz dünən elə ofisimizdə də bu haqqda danışırdıq. Bu mühitdə işləmək sizin üçün nə qədər asan, nə qədər çətindir? Sizin ümumiyyətlə qərar vermənizə bu kimi amillər necə təsir edir? Bu bazarda bu qədər regulyasiyaların olduğu bir mühitdə inkişaf eləmək, böyümək, müştərilərin istəklərini sürətli reallaşdırmaq nə qədər rahat olur? Gözəl bir məsələyə toxundunuz. Əslində belə baxanda asan gəlməməlidir. Lakin biz şirkət olaraq bizim üçün önəmli olan təbii ki, müştəridir. Müştəri özünü necə təhlükəsiz hiss eləyəcək, onunla o etibar hissini necə qurmalıyıq, ilk öncə bunu fikirləşirik. Yəni, regulations bizim dizaynın və yaxud hər hansı bir məhsulun və yaxud qurduğumuz hər hansı bir strategiyanın endpoint, checkpoint deyil. Yəni, biz buna bu şəkildə baxmırıq. Sonda bir yoxlayaq görək uyğundurmu? Dizayn ilk növbədə buna uyğun olaraq başlayır. Çünki müştəri ilə etibar qurmaq hər hansı bir məhsulun sonda uğurlu olub-olmamasına birbaşa təsir edən amildir. Ona görə dizaynı, bir məhsulu, bir strategiyanı quranda ilk növbədə regulationlar bizə hansı çərçivələri çizir. Bu çərçivələr içində dizayn necə qura bilərik? İlk növbədə bu bizə məhdudiyyət kimi görsənsə də, əslində o məhdudiyyətlər bizi daha kreativ olmağa şövq edir. Ona görə buna məhdudiyyət kimi yox, sadəcə günün sonunda daha çox etibar və müştərinin özünü təhlükəsiz hiss etdiyi bir mühiti yaratmaqda və bu mühitdə ona istədiyi məhsulu çatdırmaqda bizə kömək olan amil kimi baxırıq. Digər sualım bu məsələlərlə bağlı sizin qərar verməyinizdədir. Siz Amazonda hər hansı bir məsələlərə qərar verərkən data əsaslı qərar verirsiniz, yoxsa öz kreativliyinizi daha çox istifadə edirsiniz? Bu şirkət olaraq bu hansı ön planda olur? Çünki siz müştərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün fəaliyyət çalışdığınızı bildirdiniz. Amma Amazon kimi böyük şirkətlər daha çox datalar görürük, paylaşır, bəzən müştəri experience-in paylaşırlar, onlar tətbiq elədiklərini bildirirlər. Bunlar hansı sizin üçün daha çox önəmli olur? Bir Amazonda işləyən insana datanın yanında başqa bir şey var sualı vermək biraz günah kimi sayılır. Çünki biz çox data obsessed bir şirkətik. Data təbii ki, çox önəmlidir. Qərar vermə mexanizmlərimizdə hər zaman, hər hansı bir iclas olanda belə bir ideya nə qədər də gözəl olsa, bunun back-up'ında data yoxdursa, biz onu çəkinərək ümumiyyətlə demirik. Mən məsəl üçün xatırlamıram hansısa bir ideyanı önə təqdim eləyəndə bunun datasının olmamasını xatırlamıram. Təbii ki, ilham verən nöqtə, mənbə hər zaman data olmalıdır. Sonra isə ikinci növbədə bu datanı daha kreativ həllərinə necə istifadə eləmək olar? Final olaraq nəticə etibarilə hansı produktu təqdim etmək olar? İlkin növbədə yenə də dediyim kimi data çox önəmlidir.
qərar vermə mexanizmlərimiz Amazonda iki yerə ayrılır. Biz buna one way, two way door decisions deyirik. Yəni bir qapı açılırsa və biz o qapıdan daxil oluruqsa, geri qayıtma imkanımız varsa, o qərarlar çox tez qəbul olunur. Təbii ki, bunun datasına baxırıq, müştərinin buna verəcəyi reaksiyaları anlamağa çalışırıq. Amma ilkin növbədə one way, two way door decisionlara baxırıq. Əgər two way-dirsə, bunu çox tez qərar verməyə çalışırıq, risk almağa çalışırıq. One way door decision olduğunda biraz məsələ gəlizləşir. Çünki burada artıq ideyanı hər tərəfli təmsil etmək lazımdır. Müştərinin gözündən baxmaq lazımdır. Dediyiniz kimi regulationlar, qanunvericilik buna necə reaksiya verə bilər. Ona görə bu çox uzun, biraz ağrılı proses olur. Hətta bizdə Amazonda six-pager mədəniyyəti çox önəmlidir. PowerPoint-lər yoxdur. Ona görə hər gün Word dokument yazırıq. Artıq yazıcı olmuşuq hamımız içəridə. Bu one-way door qərar mexanizmlərində hər zaman bir neçə reviewlar, bir neçə iclaslar, hətta son misal verə bilərəm. Son bu Black Friday ilə bağlı əslində bəzi one-way door decisionlar 8 ay bundan, 1 il bundan qabaq başlayır və o 1 il əsnasında biz bir neçə review eləyirik. Bu decision making-i ortaya çıxartmaq üçün, bu qərarı vermək üçün əslində çox keşməkeşli yoldan keçirik. Ona görə, yəni hər zaman da dediyim kimi öz həyatımda da bunu tətbiq eləyirəm. Two-way door decision-dirsə artıq gözü bağlı. Dataya baxıram təbii ki, amma risk almağı daha çox sevirəm. One way-də biraz daha düşünərək, min ölç bir biç dediyimiz kimi onu tətbiq eləyərək qərarlar verirəm. Bu qədər datanla işləmək, bu qədər müştəri ilə işləmək sizin üçün çətin deyil, yəni o bütün prosesi idarə etmək? Çətindir. Və data bolluğu çoxdur. Bəzən elə olur ki, data yoxdur. Bəzən də problem ondan ibarət olur ki, data çoxdur və siz hara baxacağınızı bilmirsiniz. Ona görə burada çox strateji, biraz daha uzaq görən davranmaq lazımdır. Yəni mən özümə hər zaman bu sualı verirəm. Bu data bolluğu olanda nələrə baxmamalıyam? Nələr məni fikrimdən yayındıra bilər? Nələr əslində günün sonunda müştəriyə xidmət eləməyən sualların cavabıdır? Birinci onları çıxartmağa çalışıram. Bu yoxlarla başlayanda əslində iş daha asanlaşır. Təbii ki, marketinqdə, məhsul yaratmada ən önəmli suallardan biri siz müştərinin hansı problemini həll edirsiniz. İlk növbədə o problemi çox düzgün şəkildə başa düşmək lazımdır. Bu çox klişe səslənir bəzən. Amma doğrudan asan iş deyil. Yəni buna günlərinizi, aylarınızı sərf edə bilirsiniz. Günün sonunda bəzən elə olub ki, mən bir sualın cavabını tapa bilməmişəm. Müştərinin hansı problemini necə həll elədiyimi 100% tapa bilmədiyim üçün bəzən iclasları keçirmişəm başqa zamana, vaxtını dəyişmişəm. Klişe səslənsə də bu sualın cavabı doğrudan da önəmlidir. Və siz dataya baxırsınız. Data bolluğu olanda, dediyim kimi, ilkin növbədə nələrə baxmamağınızı, hansı yola başlamamağınızı qərar verməlisiniz. Faktiki olaraq sadəcə bir neçə sual üzərində qurulmalıdır bu. Hansı problemi həll edir? Biznesa impakti nədir? Necə təsir eləyəcək biznesə? Uzun vadədə, uzun müddətli strategiyanızla uyğundurmu? Bu sualları və nə qədər risk var burada? Yəni operationally, financially, customer, müştəri üçün nə qədər risk var? Regulationları müəyyən edib onlara uyğundurmu? Onlara da baxmalısınız təbii ki. Amma data çox olanda əslində gözəl bir şeydir. Sadəcə çox strateji, çox belə düz baxmaq lazımdır. Bəzən
çox data olanda fikir qarışa bilir, hara baxacağınızı bilmirsiniz. Məndə məsəl üçün çox tez-tez olur. Çox data olduğu üçün buna da baxım, bunu da bilim. Bu da çox önəmlidir, bu da çox önəmlidir, amma bəzən fikir itə bilər. Ona görə bir neçə dənə sualı doğrudan da sizə uyğun olan sualı müəyyən edib onların cavabını tapmaq çox önəmlidir. Amazonda hansı bu data məsələlərini danışdınız? Siz Amazonda hansı növ reklamları daha üstün tutursunuz? Marketinqdə hansı istiqaməti daha çox üstün tutursunuz? Çünki sosial media bizim həyatımızı çox dəyişib. Sosial mediada videoların populyarlaşması isə yenidən həyatımızı dəyişib. Siz burada hansı mövqeyinizi izləyirsiniz? Təbii ki, trendlərə baxırıq. Yəni istehlakçı üçün, consumer üçün nə önəmlidir? Bu ilkin növbədə qərar mexanizmlərimizə təsir edən amillərdən biridir. Burada creators, yəni hal-hazırda bizim influencers dediyimiz, onlar çox önəm daşıyır. Influencer marketing təbii regiona dəyişir bu. Hər regionun öz reallığı var, hər regionun öz tələbləri var. Buna görə müəyyən eləyirik. Bizim real estate'imiz təbii ki web saytımızdır. Bu web saytı qurmaqda ən böyük strategiyalarımızdan biri personalization'dır. Bunu artıq vurğulamışdım. Ona görə personalization strateji marketingimizin ən böyük məqamlarından biridir. Amma bu internal, yəni on-site marketing dediyimiz məsələlərdir. Off-site marketingdə isə dediyim kimi Amazon Creators çox önəmli proqramlarımızdan biridir. Bu Amazon Affiliates, Creators proqramları çox önəmlidir bizim üçün. Trendlərlə uyğunlaşmağa çalışırıq, lakin günün sonunda uzun müddətli strategiyalarımıza, prinsiplərimizə uyğun addımlara da atmağa çalışırıq. Biz startupıq, bizim önəmli missiyamız burada müştərinin həyatını asanlaşdırmaq, istədiyi anda, tez bir zamanda keyfiyyətli məhsulu ona təqdim eləmək. Ona görə burada hansı toollar bizə kömək olacaqsa, onları istifadə etməyə çalışırıq. Başa düşdüm. Mənim sualım indi influencerlar haqqındadır. Ona görə ki, bu çox populyarlaşıb artıq və şirkətlər bunu çox sürətlə seçirlər. Burada influencerları seçməkdə siz bilirdiniz ki, data məsələlərinə də əsaslanırsınız. Amma Azərbaycan kimi regionlarda siz yəqin ki, müşahidə aparırsınız. Burada influencerları sizcə şirkətlər rahat olsun deyə seçirlər, yoxsa insanlar həqiqətən bir şəxsin tövsiyəsinə inanırlar artıq? İnsan insana inanır. Markaları amma bir insanda bir influencer da bir neçə markanı reklam eləyəndə artıq ona inanmırlar. Məsələn, Azərbaycanda mən çox görmüşəm ki, bir şəxs bir neçə şirkətin simasıdır. Bu şirkətlərdə də baş verir. Yəni belə baxsaq, bəzən şirkətlər də bu tələyə düşür. Bir neçə məhsulu, bunu da eləyim, onu da eləyim. Yəni bəzən biz də əslində şirkətlər olaraq bu tələyə düşürük, eyni səhvləri eləyirik. Çox üzr istəyirəm. Yəni təbii ki, məncə, yəni influencing, bu creators biznesi çox çətin. Yəni bu full time jobdur. Buna bəzən biz hobi kimi baxırıq, lakin hər zaman content yaratmaq, doğru məzmun yaratmaq, doğru strategiyanı qurmaq, bunu doğru şəkildə kommunikasiya eləmək, çünki auditoriyanız böyük olur, artıq public bir insan olursunuz. Bu çox çətin işdir, full time jobdur hər zaman və mən bu creators, influencer biznesinə çox hörmətlə yanaşıram. Sadəcə dediyim kimi bu şirkətlərin də düşdüyü bir tələdir. Influencerlar da bəzən bu səhv eləyirlər, eyni kateqoriyadan. Amma eyni kateqoriyadan məhsulları təqdim etməkdə səhv də görmürəm. Sadəcə səhvin nədə olduğunu görürəm.
o influencerin, o insanın inanmadığı, güvənmədiyi və əslində onun prinsiplərinə və dəyərlərinə uyğun olmayan bir məhsulu təqdim etməsində səhv görürəm. Bunları etməməyi tövsiyə eləyirəm. Bəzən, yəni özüm təbii ki, bu creators biznesinə çox yaxın olduğum üçün baxıram, yəni bu influencer doğrudan da mənə lifestyle kateqoriyasında doğru kommunikasiyanı qura biləcəkmi? Məndən öncə verdiyi mesajlar nədir? Auditoriya ilə engagementi nədir? Auditoriyanın reaksiyası nədir? Bu sadəcə mənim markama deyil, digər markalarla əməkdaşlıqlarına da baxmaq lazımdır. Bu çox önəmlidir. Ona görə yəni eyni kateqoriyadan məhsulları kommunikasiya və yaxud indi reklam etmək də problem görmürəm. Sadəcə bu influencerin həyat tərzinə və dəyərlərinə uyğundurmu bu şirkət? Uyğun deyilsə, financially nə qədər də uğurlu bir kollaborasiya olsa belə, məncə bu imtina olunması məqamlardan biridir. Bəs sizcə indi marketinqdə hansı trendlər, texnologiyalar ön plandadır? Süni intellekt. Bunu deməsəm məndən küsərlər. Süni intellekt təbii ki, bizim həyatımızı asanlaşdırır. Marketinqdə bir çox rutin işləri avtomatlaşdırır. Bu da təbii ki, daha strateji düşünməyimizə, strateji qərarları tez almağımıza kömək olur. Çünki rutin tasklar artıq avtomatlaşdırılıb. Süni intellekt təbii ki, ilkin növbədə bu məncə yalnız marketinqdə deyil, bütün sahələrdə köməkçi vəzifəsini daşıyır hal-hazırda. İkinci olaraq, yenə dediyim kimi, ən sevdiyim, özümün də içində olduğum hyper-personalization. Bu çox önəmlidir və bu çox, yəni bizim biznesə baxdığımızda, hal-hazırda mövcud olan, yəni işlədiyim biznesə baxdığımızda, marketinqdə bu personalization çox önəmlidir. Amma mən bu ənənəvi marketinqə çox inanıram. Ənənəvi dedikdə, nə qədər də texnologiyalar gəlsə, nə qədər də bizim həyatımızı asanlaşdırsa, bir neçə ənənəvi üslub var. Bunları unutmamalıyıq. Xəyal qurmaq marketinqdə çox önəmlidir. Bunu hansı texnologiya gəlsə belə, insanın bacardığı, insanın bacarığıdır bu. Ona görə xəyal qurmaq bacarığımızı itirməməliyik. Datanı oxumaq. Datanı oxumaqda təbii ki, süni intellekt hal-hazırda bizim çox qapılar açır. Ona görə qısacası süni intellekt, bizim biznesə xas olan personalization, bunlar çox transformativ rol daşıyır hal-hazırda. Başa düşdüm. Siz ənənəvi marketinqdən danışdınız. Mən bu ay San Fransiskoda idim. Baxmayaraq ki, ora texnologiyanın döyünən ürəyidir. Orada, Kaliforniyada billboardlar daha populyar idi. Belə görürüm ki, hər yerdə biz onları görə bilirdik. Hətta böyük texnologiya şirkətləri belə orada reklamlar verirdi. Süni intellekt dediniz. Bu süni intellekt necə təsir edir marketinqə? Avtomatlaşdırır. Yəni mən artıq bir işdə bir çox gündəlik işlərimi süni intellektə həvalə etməyi sevirəm. Çünki özümə daha çox vaxtım qalır. Datanı test etmək, biz test etməyi çox sevirik. Mən bir məhsulu təqdim eləyəndə, bir məhsul üzərində işləyəndə, təbii ki, müştərinin reaksiyasını ölçmək üçün testlər çox önəmlidir. Bizim veb-sayta girdiyimizdə, veb-saytın hər nöqtəsində bir test var. Ona görə süni intellekt əvvəl əgər biz veb-saytda bir müştəri kütləsi üçün bir test eləyə bilirdiksə, 2 test eləyə bilirdiksə, indi bu testlər yüzlərlə olur. Süni intellekt ona görə burada çox əvəz edilməz bir köməkçidir. Bunu avtomatlaşdırmaq, testlərin sayının çoxalması, təbii ki, bunun operational və financial mövqeyi də var. Çünki kostlarınızı düşürür. Artıq research-ə bir o qədər siz pul xərcləmirsiniz.
Sonra nə deyə bilərəm? Belə. Birbaşa hansısa təsiri var? Yəni süni intellektin özünün marketinqdə birbaşa təsiri, birbaşa istifadə edirsiniz? Təbii ki, dediyim kimi testlər. Əgər biz hər hansı bir məhsulu və strategiyanı test etmək istəyiriksə, əvvəl bunu 1-2 müştəri kütləsi daxilində eləyə bilirdik. İndi yüzlərlə testi eyni anda eləyirik. Research, təhqiqat marketinqin ən böyük tərəflərindən biridir, ən güclü yönlərindən biridir. Hal-hazırda artıq researchə xərclədiyimiz pul azalıb. Çünki bunu avtomatlaşdıra bilirik. Bunu süni intellektlə özümüz idarə eləyə bilirik. Buradan research şirkətləri inciyə bilər. Zaten onların bir neçəsi eləmişdilər. Məlum olmuş ki, onlar süni intellekti istifadə edirlər, cərimələnmişdilər. Hətta çox böyük advisoring şirkətlərindən biri 100 milyard ChatGPT tokeni istifadə eləmişdi, mükafata layiq görülmüşdü. Yadımdadır. Bilirəm kimi deyirsiniz. Yəni əslində süni intellekti istifadə eləmək indi biraz mən tez-tez görürəm artıq. Biraz elə bil ayıb sayılır. Ayıb deməyim də insanlar sizi qınaya bilirlər. Məncə bu çox səhv bir yanaşmadır. O şirkətlər, o insanlar doğrudan da uğur qazanacaq ki, biz o süni intellektlə bir yerdə bu yolu keçməliyik. Yəni hal-hazırda süni intellekt yalnız ChatGPT-lər deyil, süni intellektin inkişaf etdiyi çox başqa sahələr var. Məsəl üçün mənim yaxından izlədiyim sahə healthcare-dir. Burada süni intellekt inanılmaz yollar, qapılar açır. Ona görə sadəcə süni intellekti GPT formatı ilə birləşdirmək yox. Yəni süni intellekt yalnız biz bir kontenti yazdıq, bunu sadələşdir, bunu burada daha gözəl formata sal kimi baxmayaq. Süni intellektin doğrudan da açdığı yollar, qapılar çox gözəldir və tezdir. AI agentlərdir. Yəni hal-hazırda bütün şirkətlər bu yolda bir şey eləməyə çalışır. Lakin yəni tarix dediyim də çox uzaq bir tarix deyil. Yaxın tarix onu göstərir ki, hal-hazırda yenə də ilkin mərhələlərdəyik. Önümüzdəki bir neçə il doğrudan da transformativ il olacaq. Ona görə çox xoşbəxtdik ki, bu transformasiya dövrün bir parçasıyıq. Mən razıyam sizinlə. Süni intellekt bizim həyatımızı çox sadələşdirib, çox rahat eləyib. Düzgün şəkildə istifadə eləyəndə hamımızın işini sürətləndirir, özümüzə boş vaxt qalır, vaxt qazanırıq. Amma bəncə süni intellekt growth hacking-ə də sürətli şəkildə kömək eləyir. Ona görə ki, bəzi prosesləri çox sürətli həyata keçirmək olur. Sizdə bütün bu danışdıqlarımıza əsasən görürük ki, siz dünyanın ən böyük marketplace-lərindən birincisində çalışırsınız və böyük bir regionu əhatə edirsiniz. Özünüz də Azərbaycanlısınız. Sizdə çox böyük datalar var, yəqin ki, beyninizdə bunları analiz edirsiniz. Mən Azərbaycandan bağlı danışmaq istəyirəm. Ona görə ki, bizdə marketplace-lər var, amma ürəkaçan kimi fəaliyyət göstərə bilmirlər, təəssüf ki. Yəni bunu hamımız bilirik. Son günlər hamı mənə deyir ki, məhsul almışıq, gəlib çatmır. Amerikada məhsul alırıq, 10 günə gəlir çatır. Bakıda məhsul almışıq, bir həftədə gəlib çatmır. Bu kimi çox böyük problemlər var. Sizcə Azərbaycanda marketplace-lərin uğurlu ola bilməməsinin səbəbi nədir? Mən biraz daha optimist yanaşıram buna. Bu qədər pessimist deyiləm. Uğurlu olmadığını düşünmürəm. Sadəcə ilkin mərhələlərdəyik. Azərbaycanda istedad var, kreativlik var. Sadəcə dediyim kimi dövrün başındayıq. Ona görə bir neçə məqama toxunmaq istəyirəm. Ümumiyyətlə marketplace-in uğurlu olması üçün bu yalnız Azərbaycana şamil olunacaq məqamlar deyil. İlkin növbədə müştəri davranışıdır. Təbii ki, sizin auditoriya onlayn shoppinqə hazır olmalıdır.
Azərbaycan hələ də ənənəvi offline shoppinqi sevən insanlardan ibarətdir. Xalqımız sevir. Mən ümumiyyətlə offline shoppinqdən o qədər uzaq olduğum üçün yenə də Azərbaycana gələndə gedib marketi gəzmək, o təmas, o human interaction-ı çox sevirəm. Ona görə offline-dan online-a keçid çox asan və tez bir yol deyil. Misal üçün, əgər ortalama statistikanı götürsək, inkişaf etmiş ölkələrdə belə bu 10 ili əhatə eləyir. ABŞ-da bu 10 il idi, yaxın Türkiyədə bu 7-8 il ərzində baş verdi. Çində bu yenə 7-8 il ərzində, yəni müştərinin bu online shopping vərdişinin formalaşması zaman alan bir prosesdir. Biz ilk hələ 5 ilində, 3 ilindəyik, 4 ilindəyik. Ona görə buna bu nöqteyi nəzərdən baxmaq lazımdır. Hələ dövrün başındayıq. Amma bu yaxınlarda rəqəmləri gördüm Azərbaycanda. Rəqəmlər inanılmaz tez böyüyür. Ona görə də bu müştəri vərdişinin formalaşması daha tez olacağını düşünürəm. Birinci növbədə dediyim kimi müştəri vərdişidir. Müştəri online shoppinqə hazır olmalıdır. İkincisi dediyiniz bu vurguladığınız məqam logistika infrastrukturu hazır olmalıdır buna. Yəni siz məhsulu tez və keyfiyyətli şəkildə müştəriyə çatdırmağa hazırsınızmı? Yalnız şirkət olaraq yox, ümumiyyətlə ölkənin infrastrukturu buna hazırdırmı? Bu nöqteyi nəzərdən baxmaq lazımdır. Təbii ki, satıcının da burada satıcı mədəniyyəti də formalaşmalıdır. Bu daha kiçik məqamlardır. Lakin, yəni müştərinin onlayna keçid etmə dövrü uzun bir dövrdür. Bu vərdişlərin yəni xüsusilə də bizim kimi ölkədə biraz o hal-hazırda yenə də bizdə var. WhatsApp-dan şəklini at. Qiymətdə endirim eləyə bilərsənmi? Bu mədəniyyət, yəni Instagram, yəni ümumiyyətlə bu müştəri mədəniyyəti hal-hazırda bu şəkildədir. Human interaction çox sevən xalqı. Ona görə biraz daha bəlkə də uzun proses ola bilər bizim üçün onlayna keçid. Amma yenə də yəni dövrün başındayıq, istedadlı insanlar çox var. Yəni marketplace-lər var və mən uğurlu marketplace də görürəm. Amma yəni dövrün başındayıq, uğurlu olacağına da çox inanıram. Mən bir məsələni deyim bu mövzuda öz şəxsi təcrübəmdən əsaslanaraq. Mən məhsul almaq istirdim, onlayn istirdim ki, gətirsinlər. Çünki məhsula baxdım marketplace-də rəqəmləri təqrib edirəm. Rəqəm yazıblar ki 120 manatdır, amma endirimlə 100 manatdır. Məhsulu girib başqa mağazada baxıram ki 90 manatdır. Məhsulun orijinal qiyməti 90 manatdır. Bakı balaca şəhərdir deyə hamımız məlumatları tez əldə edə bilirik. Bizim evimizin yanında məsələn 4 böyük şəbəkənin elektronika mağazaları var. Yəni özdə həm də ki çox böyükdülər. Mən oradan girib müqayisə edə bilərəm və ya da evdən baxanda saytlarına baxanda qiymətləri müqayisə edə bilərəm. Bizdə məsələn logistikadan başqa problem qiymətlərin nizamlanmamasıdır bəzən. Biz həqiqətən görürük ki, onlar endirimlə yazdıqları qiyməti həqiqi qiymətlərdən fərqli qoyurlar. Bu da məncə müştərilərdə inamsızlıq yaradır. Mən bir neçə dəfə baxdım, gördüm ki, məhsullar digərlərinə nisbətən baha satılır. Mən artıq onlayn nəsə almaqdan çəkinirəm buna görə. Biraz məndə sözün açığı etibarsızlıq yaranıb bu mövzuda. Yəqin ki, bunu aradan qaldırmağın ən yaxşı yollarından biri həm daxildə müəyyən məsələləri düzəldməkdir, həm də yaxşı bir marketinqdir. Marketinq sürətli olsa, daha optimal olsa, məncə insanlar yenidən onlayn ticarət vərdişinə alışarlar. Çünki Azərbaycanda rəqəmsal transformasiya sürətlə gedir. Biz rəqəmlərdə də bunu görürük, günlük həyatımızda da görürük. İctimai nəqliyyatda olanda və ya küçədə, parklarda gəzəndə görürük ki, çox yaşlı insanların əlində telefonlar var, istifadə eləyirlər. Hamı demək olar ki, Azərbaycanda bunu eləyir. Bütün bu məsələləri ümumiləşdirsək, sizcə marketinqin gələcəyi hansı istiqamətdə irəliləyir, necə inkişaf eləyir və bizi izləyən
çoxlu şəxslər var. Onlar müxtəlif kateqoriyadan, həm startap təsisçiləri var, həm də korporativ mühitdə çalışan şəxslər, həm də yəqin ki, sizin bu videonuza baxıb ilhamlanacaq şəxslər də olacaq. Siz onlara nə tövsiyə edirsiniz? Tövsiyə eləmək çox çətindir hər zaman. Çox individualdır. Lakin bir neçə inandığım məqam var, onları paylaşmaq istəyirəm. Bir, tez davranmaq, bir şey test etmək. Yəni bəzən məhsul olur. Mənim özüm də bu tələyə düşürdüm hər zaman. Ən inkişaf etdirəcəyim tərəflərimdən biridir. Hər zaman bunun üzərində işləyirəm. Bəzən biz istəyirik ki, bir məhsul %100 ürəyimizə yatsın. Hazır olaq %100. Bazar buna hazırdırmı? Bizim məhsul hazırdırmı? Hər şey, bütün o checkpointləri yoxlamışıqmı? Yəni zaman çox tez keçir. Ona görə tez davranmaq çox önəmlidir. Hər zaman deyirəm, test edib tez davranmaq uğura aparan yollardan biridir. Risk almaq. Ona görə risk etsinlər, risk alsınlar, tez davransınlar, tez hərəkət etsinlər. Yəni bir məhsul %70 hazırsa belə, onu 80 eləyimi düşünmədən bu two-way door decision-a yenə qayıdıram. O qərarı verib artıq o qərarın məsuliyyətini almaq çox önəmlidir. Bu tövsiyəni verərəm. Dataya baxmaq təbii ki. Bəzən bunu eşidirəm. Özüm də Azərbaycanda işləmişəm bundan öncə. Bu problemləri mən də yaşayırdım. Bəzən data olmur və insanlar data yoxdur, mən necə qərar verim kimi suallar verirlər. Təbii ki, bu çox təbiidir. Lakin ətrafımızda hər kəs müştəridir. Mən də müştəriyəm, siz də müştərisiniz. Ətrafımızda ailəmiz də bir müştəridir. Ona görə bu nöqteyi nəzərdən baxsaq, 10 nəfərə belə eyni sualı versəniz məhsulla bağlı, sizə bir strategiyanıza kömək olacaq bir amil tapacaqsınız. Mən məsəl üçün hal-hazırda qardaşımın oğluna zaman keçirməyi çox sevirəm. Çünki Gen Z-dir. Mən ona hər zaman deyirəm, sən mənə gələcəyə baxan bir pəncərəmsən. Onunla zaman keçirəm. O telefonu necə istifadə eləyir, search engine-ləri necə istifadə eləyir, öz yoldaşları ilə necə bu kommunikasiyanı qurur. Bunlara baxıb əslində bu mənim üçün də bir marketinqçi olaraq, hətta şirkət olaraq bir baxış bucağıdır və strategiyamı da formalaşdırır. Çünki Gen Z gələcəyin müştəri, hətta indinin və gələcəyin müştərisidir. Ona görə data yoxdursa belə o datanı yaratmağı tövsiyə eləyirəm. Çünki datanı yaratmaq o qədər də çətin, complicated bir məsələ deyil hal-hazırda. Tez davranın. Data yoxdursa datanı yaradın, data varsa doğru sualları verib o datadan strategiyanızı formalaşdırın. Bunları tövsiyə eləyərdim. Komfort zonadan uzaq durun. Mən xaosu sevən biri olduğum üçün hər zaman bunu deyirəm. Amma comfort zone biraz tələ kimidir. Özünüzü rahat hiss eləyirsiniz, amma əslində inkişaf etməməyimizə mane olan bir məqamdır. Bunlar. Allah. O sualın əvvəlində marketinqin gələcəyi ilə bağlı danışırdı. Bəs marketinqin gələcəyini tövsiyə etməyi sevdiyim üçün tövsiyədən başladım. Marketinq gələcəyi inandığım bir məqam var. Marketinq o zaman marketinqdir ki, elə hiss olunmur. Mən hər zaman bunu deyirəm, hər yerdə bunu deyirəm. Marketinq olduğunu hiss etdirməməlidir. Ənənəvi marketinqə çox hörmət etdiyim və sevdiyim üçün ənənəvi marketinq hətta gələcəkdə çox daha dəyərli olmağa başlayacağına inanıram. Yenə də insanla təmas qurmaq, onun dilində, onun etibarını qazanmaq üçün doğru strategiyanı qurmaq çox önəmlidir. Biz dünən bir iclasda çox belə
çətin məqamlara toxunurduq. Bunu necə dəyişək, necə fərqli bir yanaşma gətirə bilərik, çox qısa zamanda daha bir yenilik gətirə bilirsiniz, indi Black Friday dönəmimizdir. Lakin mənim mövqeyim budur, qəlizləşdirməməliyik. Çox sadə olmalıdır əslində. Sadə nədir? Müştəri doğru zamanda keyfiyyətli məhsul istəyir və bunu tez istəyir. Bu çox qəliz bir şey deyil. Sadəcə keyfiyyəti qoruyub, müştərinin istədiyi məhsulu onun istədiyi zamanda çatdırmaq. Bu bütün sahələrə uyğundur, sahələrə şamil olunan bir məqamdır. Ona görə qəlizləşdirmədən bu strategiyanı qurmaq çox önəmlidir. Ənənəvi marketinqə inandığımı dedim. Ənənəvi marketinq əslində o müştərinin problemi nədir? Bunu müəyyən eləyirik. Bunu müəyyən etdikdən sonra buna necə çözüm gətirəcəyik? Yəni əslində belə formula çox sadədir və bunu səmimi bir şəkildə etmək lazımdır. Özəlliklə süni intellekt dövründə biz artıq bir-birinə bənzəyən kontent, məzmunlar çox görməyə başlayırıq. Bu authenticity dediyimiz orijinal qalmaq lazımdır. Öz dilinizi, öz mövqeyinizi saxlamaq lazımdır. Artıq yəni bu süni intellekt biraz bu məsələlərdə bizə yəni mane olduğunu deməyim, sadəcə bayaq bir məsələyə toxundunuz, çox önəmli idi. Süni intellektdə harda istifadə etməliyik? Süni intellektdə harda istifadə etməməliyik? Bu ən önəmli sualdır. Süni intellektdə artıq hər yerdə istifadə etməyə başlamışıq belə. Amma harda istifadə etməməliyik, müəyyən eləmək lazımdır. Bu AI ethics dediyimiz bir mövzudur. Ona görə yəni ənənəyə sadiq qalaraq formula çox sadədir. Müştərinin problemi nədir? Buna necə çözüm tapırıq və buna tez həll tapa bilirikmi? Sağ olun, gəldiniz, bizim podkastımızın qonağı oldunuz. Bizimlə çox dəyərli məlumatları paylaşdınız. Sizə təşəkkür edirik. Əgər sizin bildirmək istədiyiniz məsələ varsa, uğurlar arzu edirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.